guys. Bugün sizlerle birlikte Storytime Unit 2 Storytime sayfa 36'ını işleyeceğiz. Dersimizin adı Thank You Mr. Faulkner by Patricia Polacco. Patricia Polacco'nun yazdığı Thank You Mr. Faulkner hissəsinin part 2'sini öğreneceğiz. Sizin vaxtınızı almayacağım. Mən mətni oxumayacağım. Uzun bir mətndir. Evdə özünüz tam anlaya biləcəyiniz şəkildə, tərcümə verə biləcəyiniz şəkildə oxuyun. İndi tapşırıqlara keçək. Look at the pictures and put them in the right order. Şəkillərə bax və onları düzgün sıra ilə yaz. Okay guys. First, Eric was like bullying to the Patricia, like Trisha. Eric Patricia yani Trisha ile iddiaşırdı. Second, Trisha was scared, so that's why she wants to hide. Artıq bu Trisha utanırdı, okuya bilmədiyi üçün utanırdı və həm də qorxurdu Erikdən ki, onu vuracaq. Ona görə gizlənirdi. Third, Mr. Faulkner learned that Eric was bullying her. Mr. Faulkner deməli Erik'in bu Trisha ilə iddiaşdığını öyrənir və onu hisslənməyə başlayır. After Mr. Faulkner starting teaching how to write and how to read. Mr. Faulkner Trisha'ya artıq öyrətməyə başlayır necə yazmağı və necə oxumağı öyrətməyə başlayır. After they start reading book. Bundan sonra kitab oxumağa başlayırlar. And the last one, she thanked his teacher, like Mr. Faulkner'e teşekkürler deyir. Right, answer the questions. Why did Trisha hide under the stairs? Niye Trisha stolların altında gizlenirdi? Because she's afraid to Eric was gonna bully her again. O qorxurdu ki, Eric onunla yenidən iddiaşa bilər. What do you think happened to Eric in Mr. Faulkner's office? Mr. Faulkner'in ofisində sizə Eric ilə Mr. Faulkner'in yani Mr. Faulkner otağında Eric'e ne etti? I think he just get mad at the Mr. Faulkner get mad at Eric because he didn't expect he's gonna bully to his friend. Məncə danladı çünki bu Erik'ten gözləmirdi ki, dostuna, yəni sinif yoldaşına itəşsin. Why couldn't Trisha read? Niyə Trisha oxuya bilmirdi? Because always they read book to her, but she never read a book. Çünki Trisha'ya ancaq kitab oxunurdu, kitabın özü oxumurdu heç vaxt. Why did Trisha's teachers cry? Because they get happy when they saw Trisha can read, finally. Nəhayət ki, Trisha'nın oxuduğunu görəndə onlar kədərlənib ağlamağa başlarlar. Whose life is this story about? Kimin elə bir həyatı haqqındadır? This is about Trisha. Trisha haqqındadır. Okay. Talk to your partner. What lesson did you learn from the story?
Siz bunu parti yoldaşınızla eləyəcəksiniz. Bu story, yəni mətndən, tekstdən nə dərs çıxartdınız? You can say, if you try and if you never give up, you're gonna get it. Yəni heç bir zaman, yəni əgər sən bu bir işi buraxmasan, onun üstəsindən gəlsən, sən o işi qazanacaqsan. Yəni sən o işi əldə edəsən. Məsəl üçün oxumağı bacarmırdı Trisha, amma yenə də heç vaxt əl çəkmədi o işdən. Və müəllimlərin də köməyi ilə öyrəndi. Belə deyək. Okay. Tapşırıqlarımız da bu qədər idi. See you next time. Gələn dərs görüşərik.